Bərdə Şəhidlər Xiyabanı. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Ruhları şad olsun. Oh Allah the Almighty, Allahu Allah, protect me and guide me, Allahu Allah, oh, to your love and mercy, Allahu Allah, Ya Allah, don't deprive me, from beholding. Fırat müəllim, xoş gəlmişik. Salam aleykum. Ağdam Cümə məscidinin qarşısındayıq hal-hazırda. Ağdam məscidinə. Tələbələrimizlə, müəllimlərimizlə. Gəlin müəllim. Xoş gəlmişsiniz. Qürur vericidir həqiqətən ki. Bəli, bəli. Allah şəhidlərimizə rəhmət eləsin, onların sayəsində bu mənəvi yerləri gəzirik. Araba səfərimiz buradan. Bəli. Allah evi ilə başlayır. Allah evi ilə başlayır. Bəli. Əlhəmdülillah. Bəli. Çox gözəl gündür. Gördüyünüz kimi əzizlərim, canlarım, müəllimlərim, gənc müəllimlər, Vüqar müəllim, İsmail müəllim, bizim aktivitəmizdə gələcəyinə. Bugünümüzü yaşadan iş dövrdə Allah'a şükür olsun. Həmd olsun. Ən əsasda şəhidlərimiz Allah rəhmət. Bəli. Amin. İlahi amin. Mən bir də girib çəkiliş edeyim. Buyur, bismillah. Deməli, bu günləri gəldik, səhər girdik, əziz müəllimlər, əziz tələbələr. Müqəddəs gündür, cümə gündür. Bu günlərdə bu kitabı bizim İslam bəşəriyyətinin müqəddəs kitabı, Quran-Kərim kitabıdır. Allah'a həmd olsun. Bunu ölkə başçımız Cənab İlham Əliyev və birinci xanımız Mehriban xanım bu kitabı bura, bu məqsədə bəxş edib həqiqətən. Bu da bir gözəllikdir. Sizlər də bir xoşbəxt, yəni tələbələr, müəllimlərsiniz ki, bu günü siz nəsib elədiniz, Quran-Kərimlə tanış oldunuz, gördünüz. Çevirdin bakışlarını, kan səklərdən axışları, günlərə
başdaşlarının namus. Salam aleyküm, sabah selamsı, əziz tələbələri, gəz müəllimlərimiz. Gəldik biz Ağdamda, vaxtilə bu günləri Qarabağ futbol komandası Avropada Azərbaycanı təmsil edir yüksək səviyyədə. İlham müəllimi başlığı altında və onlara komandasını və bizim şəhidimiz, milli qəhrəmanımız Allahverdi Bağırov Qarabağ futbol komandasının həm baş məşqçisi olur, Yaradıcısı olur həm də. yaradıcısı olur, həm də kapitanı olur. Və ona baxmayaraq o Vətən müharibəsi başlayanda birinci Qarabağ müharibəsində könüllü olaraq əhlə silah alıb təmizlik oynayır və 92-ci ildə şəhidliyə uzalır. İkinciden ve şəhidlərimizə dediyimiz kimi Allah rəhmət versin. Amin. Can sağlığı versin. Qarabağ futbol komandası baş məşqçisi. Allah rəhmət eləsin. Allah ruhunu şad eləsin. Cəmiyyən şəhidlərimizə Allah rəhmət eləsin. Bura isə Əskəran qalasıdır. Dəyərli müəllimlərlə buranı da ziyarət etdik. Doğrudan da tarixi abidələrimiz çox gözəldir. Müəllim, Salam aleyküm. İsmail müəllim. Laçın şəhərində, Həkəri çayının sahilində qəşəng samavar çayı. Əllərin var olsun qardaş. Sağ olsun. Möhtəşəm, Murat müəllim. Bu təbiət qoynunda istirahət etməyə dəyər. Elədir. Bu eləm nümunədir. Hələ bu başlanğıc. Başlanğıcdır. İnşallah Konsert daldadır. Qaqon harda? İtaliyada. İtaliyada. Qəşəng. Kimin ağrıyır canı, bol çay içsin mercanı. Min bir derdin dermanı, çay çay çay. Min bir derdin dermanı, çay çay çay. Armudu istekanda çay, yüreğimiz yananda çay. Dağlısan ağlısan çay çay çay. Ətirli sən dağlısan çay çay çay. Hər kəsə gəlsə qonaq, lazım deyil soruşma. Versin yeməkdən qabaq çay çay çay. Versin yeməkdən qabaq çay çay çay. Qışın qarlı çağında, yayda gün qabağında, gəzirlər sorağında çay çay çay. Gəzirlər sorağında çay çay çay. Armudu istəkanda çay. Murat müəllim tələbələri ilə Həkəri çayı sahilində piknikdə xoş istirahətlər arzulayıram. Müdümünə müəllimə də əlləri var olsun, qızıl əlləri ilə Qızıl əlləri. kollektivə xidmət eləyir. Təşəkkürlər. Aziz mənim çay başında. Aziz qardaşım da çay başında. Samavar çayı xidmətinizdədir. Müəllim. Bəli, İsmail müəllim də çay kənarında. Çay kənarında. Bəli, Samavar Vüqar müəllim o köməkçisidir. bəli. Və son beşiyimiz də burada neynir? O da meyvə doğramaqla, yumaqla məşğuldur. Sən kimsə? Bu kimdir? Bizi göstərmir bu. Nuş olsun, dəyərli müəllimlər.
Samavar çayı ilə çay süfrəsi. Qəşəng. Biraz bəndəyim. Xoş istirahətlər. Murat müəllim, ürək sözlərin varsa buyur. Hoş gördük bir daha. Biz inşallah gəldik harda? Laçın şəhəri, Həkəri çayının sahilində. Göstər Həkəri çayı zəhmət. Bəli. Sahilində yerləşmişik. Və Dəyərli müəllim kollektivi ilə. Ayaz müəllim, Gülmülə müəllim, Zöhrə müəllim. Bu tərəfə göstər. Vüqar müəllim, İsmail müəllim, Xəyal müəllim özü operat. Həmişə mehriban olaq, xoşbəxt olaq, həmişə xoş günlərdə və əziz tələbəm, sizə də gələcək fəaliyyətinizdə bol-bol uğurlar arzu edirəm. Çox sağ ol, dəyərli müəllim. Var olasın. Amin. Allah bizi həmişə belə mehriban etsin. İndi isə buyurun, qızların əl işlərinə bir baxaq görə nədən çaydır, şirniyyatdır, hazırlayıblar, qiymət verir. Galata şəlaləsi Laçın rayonunda. Möhtəşəm mənzərə, həqiqətən. Xocalıda səhərimizi açmışıq. Allah bərəkət versin. Murat müəllim tələbələrinə qulluq edir. Salam aleyküm, salam. Allah daimizə də can sağlığı versin. O kişinin evinin qonağıyıq. Allah evi abad eləsin. Allah süfrənizi bərəkətli eləsin dayı. Sağ olun, xoş gəldiniz. Allah canınızı sağ eləsin. Allah böyük. Müəllim də tələbələrinə qulluq edir. Belə müəllim harda var? Heç yerdə. Vallahi. İsmail müəllimdir, hazırlaşır. Çay süzüm sərsən. Zavtrıkımıza Ludiya müəllimə də qoşuldu. Nuş olsun. Ye doyamır. Doymur. Bu insan biraz doyar. Doy bala doy. Elə ancaq yeyir ha. İndi gəlir ki, o bismillah eləsinlər, hə? Çox sağ olun Əli. Təşəkkürlər. Çox sağ olun var olun. Xocalıda bu evdə qaldıq. Ayaz müəllimin də əmsinin evində. İndi isə çıxırıq Şuşaya, Xan kəndinə tərəf. Gözəl kənd. Sevgilim seyre çıkak, burada gel ilk baharı. Sevgilim seyre çıkak, burada gel ilk baharı. Salam aleykum, əziz dəyərli müəllimlər. Aleyküm Vətənimizin dilbər güşəsi Şuşa şəhərində, Şuşa qala divarlarının yanındayıq. Murat müəllim, buyurun böyüyümüz olaraq, müəllimimiz olaraq ürək sözlərinizi deyin. Bir də salam aleyküm, xoş gördük, əziz dəyərli insanlar, tələbələr, müəllimlər, gözəl.
Bu günləri biz inşallah gəldik Şuşa qalasına. Burada da bu tərəfi də göstər. Ağac görürsən, xarı bülbül ağacı. Evet, bəli. İlk növbədə bu günü bizə yaşadan Rəbbimizə şükürlər olsun, Həmd həmdlər olsun. olsun. Bəli, bəli. Allah şəhidlərimizə Rəhmət eləsin, qazilərimizə. Can sağlığı versin. Amin. Hər zaman və belə bir-birimizi sevək, bir-birimizə hörmət, saygımız olsun. Əsl sözümüz, əməlimiz eyni olsun. Bəli. İnşallah da eyni olacaq. Və sizə də gələcək karyeranızda uğurlar arzu edirəm. Təşəkkür İnşallah. edirik, dəyərli müəllim. Növbəti görüşlərimiz Xankəndidə olacaq. İnşallah. İnşallah. Sözü var, buyurun. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Qazilərimizə, veteranlarımıza can sağlığı. Can sağlığı versin, bəli. Amin. Bəli, bəli, həqiqətən. Mənəviyyat cəhətdən fəxrdir həqiqətən ki, bu torpaqlarda ayağı basmışıq, şükürlər olsun Allah. Həmd olsun aləmlərin Rəbbinə. Ya Allah, don't deprive me. Nasıl müəllim? Şuşa şəhəri, salam aleyküm. İcra hakimiyyətinin qarşısındayıq. Xanım müəllimələrimiz də. Gəlin salam eləyim. Sağ ol. Aleyküm salam. İsmail məmnə, Ayaz məm gəlir. Gedirik biz inşallah. Salam olsun. Salam olsun, dəyərli müəllimlər. Meçiddən gedirik Allahın izni ilə. İnşallah. Bismillah. Bismillah. Abed eləməyə. Ya Allah. Yaraman ay Könlümün sevgili məhbub məniyəm Qardaşım, dəyərli Xilas müəllim, Xankəndi şəhər İcra Hakimiyyətində qarşısındayıq. Salam aleyküm. Axşamınız xeyir olsun. Xoş gördük. Xankəndi doğrudan da gözəl bir gecəsi. Möhtəşəm gecəsi həqiqətən. Möhtəşəmdir doğrudan. Allah şəhidlərimizə rəhmət eləsin. Bəli, Allah şəhidlərimizə rəhmət versin. Qazilərimizə can sağlığı. Gecə Xankəndidə gecəsi. Gecə gəzintisi. Həqiqət çox möhtəşəmdir. Şükür, əlhəmdülillah. Sağ ol. Bir dənə elə ümumi bir dənə götürdünüz. Doğrudan möhtəşəmdir. Süper. Həmkarlar da qabaqda gedir. Bəli, yaxınlaşaq.
Azərbaycanımızın dilbər güşəsi Kəlbəcərdə, Qələndər Möhtəşəm. qardaşımızın, canımızın, ciyərimizin vətənində, vətəni olan. doğma vətənində, bəli. Harda yox? İsti suda. İsti suda. Ya,